Salam əziz tələbələr. Mövzumuz termodinamikada işdir. Gəlin belə başlayaq. Deməli, mövzunun adını yazaq birinci. Termodinamikada iş. Deyək ki, bizim Porsche'nin altında ideal gazımız var. Bu bizim ideal gazımız. Aha. Porsche'nin altındadılar, qəfəsdədirlər, biraz özlərini pis hiss edirlər. Və aydındır ki, Porsche'nin üzərində də başqa qaz ola bilər, əlimiz ola bilər, xarici qüvvələr deyək. Bu da olsun xarici qüvvələr. İndi bunu işə nə aiddir? Birinci tələbə dərk eləməlidir ki, bunların gördüyü bir iş var, bunların gördüyü bir iş var. Xarici qüvvələrin gördüyü işi A hərfi ilə işarə eləyək. Daxili qüvvələrin gördüyü işi, yaman gözünü düzəldir. Daxili qüvvələrin gördüyü işi A ştrixlə işarə eləyək. Bu birinci. Hərəsinin öz işi var. İkinci dərk edirik ki, bu işlər əks işarəlidir. Niyə? Biri sıxandır, biri qaldırandır. İstiqamətlər nədir? Fərqlidir. Ümumiyyətlə, düstur Efes kosinus alfadan. Biz başa düşürük ki, A ştrixlə A həmişə necə işarəlidir? Əks işarəlidir. Yəni, başqa sözlə onlar cəmi sıfırdır. Yəni, onlar qarşılıqlı əks ədədlərdir. İkinci sual. Mən hardan bilim ki, bu iş görür? Aydındır ki, burada aralarında nə var? Porsche var. Əgər bunlar iş görsələr, bu Porsche nə etməlidir? Mövqeyini dəyişməlidir. Yəni, bu Porsche'nin yeri ya yuxarı, ya aşağı dəyişməlidir ki, bunlar nə etsinlər? İş görsünlər. Onda məntiq bizə deyir ki, əgər bu Porsche'nin tərpənmirsə, deməli, bunlar iş görmür. Yaxşı, Porsche'nin tərpənmirsə cümləsini fizika dilində necə yazaq? Deyə bilərik ki, proses izoxordur. İzoxorda həcm nə etmirdi? Dəyişmirdi. Yəni, əgər həcm dəyişmirsə, işlə nə etmir? Görülmür. Bunu xor sözünü yadda saxlayıb və rüşvətxor fikirləşib. Rüşvətxor nə etməz? İş görməz. Deməli, izoxor prosesdə görülən iş nəyə bərabərdir? Sıfıra. Bunu tutduq. Yəni, burada işığını biraz qəşəng yazmamışıq. Aha. İndi, bəs həcm dəyişirsə, işlərin işarəsi nədir? Əgər həcm artırsa, kafam deyir ki, həcm artdısa, deməli, bunlar güc gəldilər, bunu neynədilər? Qaldırdılar. Deməli, onda həcm artırsa, A ştrix nədir? Müsbət iş görür, qaz müsbət iş görür, xarici qüvvələr uduzur. Onların gördüyü iş mənfidir. Yox, Porsche'nin aşağı gedirsə, həcm azalırsa, bu zaman nə deyə bilərik? Qazın gördüyü iş mənfi, daxili qüvvələrin gördüyü iş müsbətdir. Aha, deməli biz həcmdən baxaraq artıq işin nə işarəyə malik olduğunu görə bilərik. Mənfidir yoxsa müsbət. Yaxşı, oyunumuzu davam edək. İndi aydınlaşdıraq ki, mən bu işi nətər tapa bilərəm. Çünki mexanikadan mən işi bilirdim, mexanikadan. Ki, bu yazıq düstur necə idi? F vur S. S yer dəyişmə idi, F də nə idi? Qüvvə idi, eləmi? Vektor özdə. Bunu ədədi qiymətə keçəndə skalyar hasildə, yəni bilməyənlər üçün deyim, iki vektorun skalyar hasili, onların ədədi qiymətləri hasili vurulsun aralarında qalan bucağın kosinusudur. Aha. Gəlin bu proseslərə bölək.
İzoxorda bildik ki iş görülmür. Bizim başqa bir prosesimiz var idi. İzobar. Belə bir proses var idi. Ən sadəsi bundan başlayır. Niyə sadə? Proses izobardırsa, deməli P nədir? Konstantdır. Hə nə olsun? Bunun işə nə dəxliyyatı bizə nə kömək eləyəcək? Kafamı işlədirəm ki, bu Porsche'nin müəyyən bir sahəsi var. Və proses izobardırsa, təzyiq necə tapılırdı? F bölü S. Yəni, yəqin ki, yadınıza düşür. F-in S-ə nisbətidir, vahidi Paskali. Bu S burada yerdəşmə deyil, Porsche'nin nəyidir? Sahəsidir. P təzyiqdir, sabitdir. S sabitdir. Onda belə çıxır ki, F bərabərdir nəyə? P vur S. Eləmi? Yaxşı. Həm ədədi qiymətsə P vur S-dir. Hətta biz burada vektor kimi də yaza bilərdik, amma heç olmaz. P vur S. Yaxşı. İndi mən bu düstura qayıdıram. Qüvvəm mənim sabitdir. Porsche'nin yerini yuxarı doğru hərəkət elətdirirsə, nə baş verir? O müəyyən bir H geri dəyişməsidir. Həzm nə eləmiş olur? Artmış olur. Deyək ki, qüvvəmiz, bunların qüvvələri, A'-dən söhbət gedir. Bunu qaldırıb hara? Yuxarı. A'-in qüvvəsi yuxarıdır. Cisim də hara gedir? Yuxarı. Aralarındakı bucaq sıfırdır. Kosinus sıfırdan alır? 1 alır. Onda mən iş üçün, A' üçün kafamı işlədirəm. F vur nə yaza bilərəm? H. F nədir? Qüvvədir. H nə idi burada? Yerdəşməmizi ifadə edir. Eləmi? Yaxşı. Bax, bu F nə idi məndə? PS. Aha. Bu PS idi. SH nədir? Hündürlüyün oturacağın sahəsinə hasili sizə həzmi verir. Amma adi həcmi yox, burada həcmin dəyişməsini verəcək. Deməli, A' bərabərdir izobar proses üçün P vur delta V ya da P vur son həcm çıx başlanğıc həcm. Tapdıq düsturumuzu. Bu düstur izobar prosesdə görülən işi göstərir. Amma nəyin işini göstərir? Qazın gördüyü işi. Və xarici qüvvələrin gördüyü işi nətər tapa bilərəm? Yadıma salıram ki, bunlar necə idilər? Qarşılıqlı əks idilər. Cəmləri nə verməlidir? 0 verməlidir. Və bu nə deməkdir? Bu o deməkdir ki, A mənfi P delta V'dir. Və ya P vurulsun V1 çıx V2'dir. Fizikanı öyrənmək istəyən tələbə bir mənalı məsləhətim odur ki, anlayışı başa düşsün. Əzbərləməklə öyrənmək olmaz, çünki əzbər məlumat həmişə yaddan çıxır. Amma başa düşdüyün məlumat yaddan çıxmır və yaddan çıxmamağı gücləndirmək üçün müəlliminiz mnemonik yaddaş metodundan istifadə edir. Mnemonik yaddaş saxta assosiasiyalar qurmaqla saxta bu sözü öyrənək, assosiasiya birləşmə deməkdir, dissosiasiya parçalanma deməkdir. Saxta assosiasiya, saxta birləşmə. Fikir verdirsə şəklimizə, biz molekulları bir adamlar kimi təsəvvür elədik. Adam deyil, molekul. Xarici qüvvələri şeytan kimi təsəvvür elədik və saxta assosiasiya qurduq. Bu yaddaşın növüdür uşaqlar. Mnemonik yaddaş deyilən bir növdür ki, yadınızdan çıxmaz. Necə deyərlər, zərgərini zərgər bilər. Davam eləyək. Növbəti atdım. Yaxşı, bu proses izobar deyilsə, məsələn, proses izotermikdirsə, nətər olasıdır bu? Bu zaman ki, mən nətər tapam?
Onda biz termodinamikanın birinci qanunu yadımıza salırıq. Termodinamikanın birinci qanunu deyirdi ki, daxili enerjini iki yolla dəyişmək olar. Ya ona istilik verməklə və ya iş görməklə. Daxili enerjinin dəyişməsi Q üstəgəl A idi. A xarici qüvvələrin gördüyü işdir. Q verilən istilik miqdarıdır. İkisinin də vahidi joule idi. Sonra yadımıza salırıq ki, ideal qazın daxili enerjisi üçün biz düstur almışdıq. 2-də 3 M böl M RT. Dağınıq yazıram. Amma bu da gözəldir. Ki, evdə uşaq neynəsin? O dağınıqlığı səliqəyə salsın. Və o da bir işdir. Və nəticədə yadında saxlayacaq. 2-də 3 M böl M RT. Mən bilirəm ki, bu Porschen altındakı qazın kütləsi dəyişməz. Bu yazıq Porschen qapalı prosesdə hermetik qapdır. Kütlə dəyişməz. Əgər proses izotermikdirsə, temperatur dəyişməz. Bu dəyişməz, bu dəyişməz. Onda belə çıxır ki, izotermik prosesdə daxili enerjinin dəyişməsi nəyə bərabərdir? Sıfıra. Daxili enerji dəyişməz. Yaxşı. Daxili enerji dəyişməzsə, bu sıfırdırsa, Q üstəgəl A nəyə bərabərdir? Q üstəgəl A sıfırdır. Və biz bilirik ki, A üstəgəl A ştrix də sıfırdır. A ştrixlə A'nın cəmi də sıfırdır. Və buradan bizim beynimizdə nə çıxq eləyir? Bəli, tapdıq. Q nəyə bərabərmiş? A ştrixə, gördün necə çıxq elədi? Deməli, sən demə, izotermik prosesdə qazın gördüyü iş nəyə bərabərmiş? Verilən istilik miqdarına. Qaza istilik verirsən, o iş görür. Qaz istiliyi verir, onun üzərində iş görürlər. Yəni, əgər proses izotermikdirsə və risk görürəm ki, bu Porschen neyinir? Aşağı gedir. Onda başa düşürəm ki, qaz üzərində iş görülür. Qaz üzərində iş görülür və qaz kənara nə verir? Enerji verir. Əgər görürəm ki, bu Porschen qalxır, deməli burada xaricdə nə gəlir buna? Enerji gəlir. Aydındır? Yəni, amma hansı prosesdə? İzotermikdə. Deməli, izotermikdə Q və A ştrix bərabərdir. Belə bir prosesdə var. Daha pisi. Hələlik bunları da bildik. İzoxorda dedik, izotermikdə dedik. İndi isə izobarda da dedik. Bir dənə də proses var. Onu da deyək. Buracan sildik, ümid elə yadda qalacaq. Şəklimizi çəkib silməyək. Adiabat. Bu nə prosesdir? Bu nə prosesdir? Adiabat prosesdə sistem xarici mühitlə istilik mübadiləsində olmur. Nə istiliyi udur, nə buraxır. İstilik mübadiləsində deyil. Yaxşı. Biz dedik ki, termodinamikanın birinci qanununa görə daxili enerjinin iki üsulla dəyişmək olar. Ya istilik verməklə, ya iş görməklə. İstilik miqdarı da Adiabat prosesdə nəyə bərabərdir? Sıfıra. Onda delta U nəyə bərabərdir? Onda Adiabat prosesdə qaz üzərində görülən iş daxili enerjinin nəyinə bərabər oldu? Dəyişməsinə. Onda qazın gördüyü iş nəyə bərabər olacaq? Əgər bu daxili enerjinin dəyişməsidirsə? Mənfi delta U'ya. Mənfi delta U'ya. Bu nə deməkdir? Bu o deməkdir ki, qaz iş görürsə, qaz özü iş görürsə, daxili enerjisini azaldır.
qaz üzərində iş görürlərsə, daxili enerji artır. Gəlin, yenə də bir saxta assosiasiya quraq. Tutaq ki, mən danışıram, dərs başa salıram, mən nə edirəm? İş görürəm. İş görürəmsə mənim enerjim nə edir? Azalır. Özüm iş görürəmsə, buradan da sistem qoşmamışamsa özümə, deməli enerjim nə edəcək? Azalacaq. Tam tərsinə, mənim üzərimdə iş görsələr, yəni necə, vurub döysələr, onda mənim enerjim nə edəcək? Artacaq. İnanmayanlar üçün şillə vuranda üzüdən nə baş verir? Üz qızarır. Vay, səbəb? Bir iki əlin kinetik enerjisi nəyə çevrilir? Üzün daxili enerjisinə. Daxili enerjiyə çevrildiyindən avtomatik olaraq istiliyin artır, damarlar genişlənir, genişlənmiş hissəyə qan çox gəlir və nəticədə üzün qızarır. Bu proses adiabatdadır. Yadımızda saxladıq ki, adiabat prosesdə xarici mühitlə əlaqəmiz yoxdur. Nəticədə qazın üzərində nə iş görürəmsə daxili enerjidə odur. İndi yadda saxlayaq. Deməli, əgər siz içində buxar olan baba prosesi təsəvvür eləmək istəyirsinizsə, içində buxar olan bir porşen götürün və porşeni birdən-birə yuxarı qaldırın. Birdən-birə yuxarı qaldıranda nə baş verir? Daxili qüvvələr iş görür də, belə çıxır ki, xarici qüvvələr mənfi iş görür. Daxili qüvvələr iş görəndə daxili enerji nə edir? Azalır. Bunu evdə şpris, 5 qramlıq şpris götürün, içinə buxar doldurun, su buxarı. Sonra birdən-birə çəkin. Birdən-birə çəkəndə görəcəksiniz ki, o 5 qramlıq şprisin içində su dənəcikləri əmələ gəldi. Niyə? Çünki daxili enerji birdən-birə nə elədi? Azaldı. Buxarın daxili enerjisi azalanda nəyə çevrilir buxar? Kondensasiya edir, mayeyə çevrilir. Və adiabat proses üçün həmişəlik yadda saxlaya biləcəyimiz bir fakt, adiabat prosesdə həcm artırsa, hər şey azalır. Necə yəni hər şey azalır? Təzyiq azalır. Temperatur azalır. Sıxlıq azalır. Konsentrasiya azalır. Görülən iş, qazın gördüyü iş müsbətdir. Qazın gördüyü iş müsbətdir. Qaz üzərində görülən iş mənfidir. Həzm artırsa. Adiabat prosesdə həzm azalırsa, təzyiq artır, temperatur artır, sıxlıq artır, konsentrasiya artır. Qazın gördüyü iş mənfidir. Qaz üzərində görülən iş müsbətdir. Amma bu hansı prosesə aid oldu? Adiabat. Hər bir prosesi evdə ayırd eləyirsiniz ki, söhbət nədən gedir və ümid eləyək ki, ayırd elədik. Bundan sonraki addımımız yaxşı. İndi tələbə deyər ki, ay müəllim, mən tutaq ki, heç prosesi görə bilmirəm. Hansı prosesi xəbərim yoxdur. Bəs bu zaman iş necə tapa bilərəm? Bu zaman ümumi halda əgər PV qrafiki verilibsə, hər hansı bir PV qrafiki verilibsə, həzmin başlanğıc və son qiymətləri bəllidirsə, buna bir V1, buna bir V2 deyək. Bu da bizdə P-nin V-dən asılılıq funksiyasıdır. P-nin V-dən asılılıq funksiyasıdır. Bu zaman görülən iş PV qrafiki altında qalan fiqurun sahəsidir. Və biz fiqurun sahəsini, əyri xəttli trapesiyanın sahəsini Newton-Leibniz düsturundan hesablayıb tapa bilirik. Sahə bərabərdir. İntegral V1-dən V2-yə PV dV. Əyri xəttli trapesiyanın sahəsi. Hə, bunu ilə əziz tələbələrimin bəxtiniz gətirib ki, işləməli olmayacaqsınız. Səbəb, fiqurlara həmişə sadə fiqurlar verəcəklər ki, siz integrala girməyəsiniz. Necə yəni sadə fiqur? Deyərsiniz, müəllim, bu nətər? Nətər olacaq bu sadə fiqur, mən də bilim. Məsələn, PV-nin qrafikini belə verəcəklər. Bura yazılıb tutaq ki 2, bura yazılıb tutaq ki 6, bura yazılıb deyək ki 4, bura yazılıb 6. Burada Pascal'dir, burada metr kubdur. Deyirlər görülən işi tap. Sən də bu fiqurun bilirsən ki, neyini tapmaq lazımdır?
Bu fiqur da sənə aydındır nə fiqurdur? Nə fiqurdur bu? Trapesiya. Və trapesiyanın sahəsi A plus B bölü 2 vur H-dır. Bu A'dır, 4'dür. Bu B'dir, 6 bölü 2 vur H da budur da. Elə mi? 4. Yekun cavab 20 joulluq bir iş görülüb. Amma indi sual verərsin. Ay Süleyman, mən hardan bilim indi bu 20 joul axı? Burada 2 dənə iş var. Biri A' deyil, biri A. Həcm nə edir? Həcm artıb. Həcm artıbsa A' nədir? 20'dir. A mənfi 20'dir. Və kitabda az qeyd olunan bir informasiya. Proses qapalı ola bilər. Proses qapalı ola bilər. Bu qapalı prosesdə görülən işi deyər tab. Qapalı proses isə baba buranın nə idi bizdə? Sahəsidir. Amma burada indi deyərsən, müəllim, mən dinətər tapım bunu. Burada həcm artıb yoxsa azalıb? Sahə hansıdır? Yadda saxla, fırlama saat əqrəbi istiqamətindədirsə. Sahə A'-ə bərabərdir. Fırlanma saat əqrəbinin əksindədirsə, sahə A-ya bərabərdir. Birini tapdınsa, o birini də tapacaqsan. Buna aid də misal düşürmü? Düşür. Məsələn, PV qrafiki verilir. Belə bir qrafik verilir. Və sənə deyirlər, görülən işi tap. Sən də baxırsan ki, bunun hansı istiqamətdə fırlanır belə? Saat istiqamətində. Deməli, buranın sahəsi nəyi verəcək? A' verəcək. Əgər fırlanma tərsinə olsaydı, A-nı verəcəkdi. Razı mı? Aha, biz termodinamikada iş mövzusunu bitirdik. Dayandıra bilərsiniz.